Kanalımıza selam dostlar. Yeni videodan hoş geldiniz. Bu günlerim ekranda gördüğünüz kimi yan hesabındayım ve bu günlerim Starnova'nı maxlayıp 1000 kupa eləməyə çalışacağıq. Bəli, eşitdiyiniz kimi bu günlerim Starnova 1000 kupa eləyəcəyik ve ilerleyen zamanlarda da buradaki bu gördüğünüz en sevdiğim rozet olan bu ağlama rozeti olan kuduran rozeti alacağıq. Onsuz kaynaklarımız da çoxlu, ona görə də çox qəşəng bir video olacaq bu günlərim. Hazırsınızsa başlayırıq. İndi burada ilk öncə Starnova'mızı normal seviyəsini denəyək. Tek hesablaşmaya çevirək düz. Çevirdik. İndi ilk oyunumuza başlayırıq. Gördüğünüz kimi uşaqlar, lobimiz gəldi. Lobide baxaq görək kimlər var. Yəni mən o da biləcək bir xarakter görənmədim hələ. Bir dən bəlkə bu Clancy əgər künyəsində olursa mənə bəlkə o da bilər. O da yəni də çox an məsələsi. Bu arada bu da Edgar'ın 2 səviyyəsi kimi 540 vurur. Yəqin bu Edgar'ın eyni hasar verir təməl saldırsında. İndi mouse ultisinə baxaq. Ultisi nə? Ultisi altıldı. Vaxtlı qılınc modundan keçir. İndi anladım. Onda mən bu xarakteri çox xoşlandım dostum. Bax bu tam mənim tərzimə uyğun bu xarakter. Bax getdin, onu sonra belə vursan və klansını apardın. İndi də bunu max deyib bir dənə oynayacağıq. İlk öncə bu kaos edəsi çəkir, onsuz da mən işinə verməyəsən. 100'ümü çıxdı. 500 kredi verərsən buradan 5. Ne? Bundan olmadı 500 kredi vermirdi. 150 kredi verdi. Yazıqlar olsun sizə. İndi gəldik Starnova'mızı maxlamağa. Maxladıq. Neçə altın qaldı qəşəng. İndi ilk öncə aksesuarı gələndə. Uçuşma zamanı. Starnova yer çekimi karıştı bir cihaz. Starnova yer çekimi karıştı adında bir cihaz yerleştirir ve etki alanı içindeki takım arkadaşlarını uçurabilir. Bekleme süresi 20 saniye. Baxıb buna de. Dostluk ve adaletin parlayan yıldızı. Bunun ötürüsündə. Starnova düşmanlara hasar veren ve takım arkadaşlarını 1600 puan iyileştiren bir enerji topu ateşler. Ayrıca hedefi isabet etmeden önce bu enerji topunu ışınlanabilir. Vallahi bu biraz daha çılgın geldi mən. Bunu alaq. Mən qoy bunların hamısını alım. İndi güç seviyesi maksimum. Bu biraz qəşəng bada oxşuyur. Dönüşüm geçirdiğinde bir düşman savaşçıya vurmak verdiği hasarı %5 arttırır. Maksimum %30. Mystic Star tekniği. Starnova'nın temel saldırısı ayrıca takım arkadaşları 324 puan iyileştirir. Qoy mən bunların da yine eyni şəkildə ikisini de alım. Deneyərəm sonra. Ve aşağılardan da tabii ki de kalkanla hasarı alıram həmişəki kimi. Kalkan ve hasar. İndi gördüğünüz gibi Starnova fulllerin fullu oldu. İndi de başlayırıq buna kupa kasmağa. Gördüğünüz kimi dostlar Starnova'nın 250 kupa üstələdik ve botları keçdik. Yine buradan kupalar geldi ve hediyelerimizi aldık. 500 artıp 400. Qəşəng. Burada 15 tane hediyemiz var. Bunları da tez açaq. 9 geldi. Heç bu vaxt çıxmayacaq. Çıxmadı. 200 kredi. Qəşəng. Bundan bir dənə verməyəsən bilirdim. Allah'ım. Supercell bu kaos serilerine bir düzenlenme getirir. Evvellerin bunun içinde 800 ultrazat çıxır deyə niyə çıxmır? İndi bunları qoyacaq. Tezdən açaq. Tezdən. Burada bayağı 5000 altınımız var. Ayda deyirəm ki Starnova'nın hiperşarjı gələyid də alardım onun hiperşarjını. Ama hiperşarj olmadığı için onu da hiperşarjı olanda alacağım. Gizemli 500 altın. Abi bilmiyorum altını susadık. Deyirəm bəlkə günlərim altınımız çatabilsə Starnova'ya gümüş Starnova kostümünü almağa çalışacağım. Baxım görüm 3000 var, 1500 var, 4500.
20-yə gələndə 7.000 olur. 22-yə 8.000, 9.000, 10.000. Yəni 30 neçəsə qədər gəlməliyik. Amma burada da görevlərimiz var. Narahat olmayaq. Burada da görevlərimiz var. İndi də başlayırıq. Bu arada mən sizə hansılarını önərirəm? Bunu önərirəm. Buradan isə bunu önərirəm. Çünki bunda attığınız yerə həm düşmənə 1600 hasar verirsiniz, həm takım arkadaşınızı iyiləşdirirsiniz, həm də ışınlara bilirsiniz. Burada isə bunda takım arkadaşınıza yenə destek verirsiniz. Bax, burada destekdir, burada amma məncə agresiflik olsun, bu olsun. İndi də baxın görüm. İndi dostlar, bu adı neydi yon? Botları keçdiyimizin şərəfinə buradan gəlib ağlama rozetini alıram. Mən sənə qurban olaram. Qurban. Qurban olaram sənə, qurban. Buradan gəlirsən. Bura qoysan şey. Bunu qoysan, dur. Burada qoysan. Hala baba, burada. Çox qəşəngdir. Basaq. Gördüyünüz kimi dostlar, lobi təzədən açıldı. İndi də başlayırıq hamının kəlləsini almağa. Artıq həqiqi oyuncularla oynayacağıq. İndi burada çox diqqətli bir hamlə eləməliyəm. Bayaqdan da botları zat keçirəm. Botlarla uğraşıram. Daha doğrusu botlar mənimlə uğraşır. Bax, bunu atdın, bastın, ondan sonra kəsdirməli lak gelib kəssən. Naci sən necə bura, Naci hoca sən vaxtın keçirək qardaşım, bilirsənmi? Koltu kəsə bilərəm görəm. Koltun hasarı biraz çoxdur. Koltun hasarından qorxuram əslində. Nə görüm? Yox qardaşım, mən bu günlərim bir dəfə belə kaybetməyəcəm. Hamını öldürəcəm mən bu gün. Yox, kolt yox. Attım eləmi. İndi cabra kolt. Oy! Aha, tamam, üçüncü çıxdım. Heç olmaz, üçüncü çıxdım. Sən bir dəfə belə olsun kaybetməyəcəm demişdim. Bu günləri kaybetmənin çığısı yoxdur. Bu günləri Stanovalı 0 kaybetməli bir şəkildə 1000 kupa eləyir, dünya sıralamasına giririk. Mən indidən demişəm. Dünya sıralamasına bir dəqiqə. Dünya sıralamasına girmək üçün 2000 kupa eləməliyəm mən bunu. Neyse, Stanova 2000 kupa elədim, videosu da gəlir inşallah, ha vaxtsa. Bu arada bu mən yan hesabımdır. Həqiqi hesabımda bu 9 səviyyədir. Ona görə həqiqi hesabımda sevmədim ki, burada makslıyım. Burada bax, bayaqla bu çalıya girən kimsə görmüşdüm. Nani sən idin o çalıda? Səni yazıq Nani. Burayı heç kim görmədi. Neyse. Burayı heç kim görmədi uşaqlar. Heç kaybetməmiş kimi eləyik. Çünki orada mən əlimi sulanmışdı, əlimi silirdim. Əlimi silirdim, ona görə şey oldu. 30'duq. Amma indi mən bu bastırım var o. Bastıracağım indi, bastıracağım. Of. Sözcü qardaşım, çox sağ ol. Öpürəm səni. Mən buradan beleş yük qoyduğun üçün. Təzdən öpürəm. Tamam. Mən niyə bir qəribə səsdir? Ay, yox. Bax, sən məni öldürəməyəsən, qardaşım, öldürəməyəsən. Sən də öldürəməyəsən, fənq. Mən niyə bəxtən bu rozetlərim? Gözdə görüm. Adamla itaç yemiş. O son adamı tapıb. Adam deyəsən mən böyüklüyündən qorxdum. Neysə, 304 kupa. Bu 500'ü də aldıqdan sonra mən tez bu 500'ü kupa elədikdən sonra bunu mən tez 1000 kupaya belə yaxın olan kupalarda kasıb, ondan sonra orada videonu açıb 1000 kupa eləyəcək bu gün bu Starnovalı. Qardaşım, mən bu gündən Starnovalı 1000 kupa eləyəcəm dedimsə eləyərəm.
Dostlar, gördüğünüz kimi, eğer bu maç kazansaq 500 kupa olur starlavamız. Gördüğünüz kimi tekrardan lobimiz eklendi. Frank var, El Primo var, Fang var. Bu üçünü öldürə bilərəm. Qalanlarını bilmirəm. Eğer yaxşı oynayanlarsa öldürənmərəm kimi gözükür. Aha, Frank. İlk önce ben bu Frank'ı öldürmeliyim. Ki obsları çok rahat öldürürüm. Aha, Frank getdi. Melody cabra. Melody sən yüklərlə bir yerdə aldım. El Primo sən də cabra. Sən də Melody'nin qədrinə qoyacağım. Frank sən də cabra. Oha, hamın silədim, nə oldu da. Sən də cabra Meyzi. Dynamax sən də cabra. Oho. Oha, Shelly sən də cabra. Oha. 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 501 kupa. İndi 2-3 maçda oynayıb təzədən 750 kupaya kasacağım. Gördüğünüz kimi bayaqdan da kasıram və 750 kupa olmamıza, yəni altın kademi olmamıza son bir maç. 750 kupa. Qarşımızda çox da belə sıxıntı və rəqiblər yoxdur gördüyünüz kimi. İndi last maçımızı oynayıb, yəni son maçımızı oynayıb. Ucada o kadar İngilizce tanışmışım çünki. Hazırlıqda ucada ağzım İngilizcəni öyrəşib. Hə. Deyirəm ucada last maçımızı oynayıb 750 kupa olduq. 750 trophies. Of, orada çox qaşa hərəkət elədim də. Orada çox cool hərəkət elədim. Şey. Aslında indi buradan uduzsam bile, yani özümü qaza atsam bile 750 kupa olur, ama mənim işim birinci çıxmaq dostum. Mənim işim Edgar, sən Edgar'ın var, sən yox kostümdən kimsəsən. Sən başını çatır Edgar. Başı çatmayan adamları öldürmək lazımdır. Həmişə başı çat... Oha! Aksesuarım 3000 vurdu və 756 kupa. İndi bu oyunun da geri və 1000 kupa maçında görüşərik. 1000 kupa oluruq. Əgər bu oyunu tutsaq 1000 kupa oluruq dostlar. İndi buradan Cin sıxıntıdır. Cin sıxıntıdır, amma mən heç bir şey sıxıntı olmaz. Muhammed babaya heç bir şey sıxıntı olmaz. Əgər çoxlu yük toplaya bilsəm, bu oyun net birinci çıxdı. Bibi cabra, Bibi. Yok. Oy, bomba. Bunu da aldım, manın da kellesini aldım. Edgar, sen onu atla, öldür onu. Öldür buzu. Şey, indi mən də səni öldürəcəm və 1000 kupa oluruq. Ağla Edgar. 1000 kupa. Və sizə sürprizim, ancaq tekrar oynaya basaraq, ancaq tekrar oynaya basaraq 1000 kupa oldum. 1000 kupa oluş şekli gəlir. Starnova Prestige 1. Qəşəng. Və buradakı boşluğumuz da tamamlandı və yan hesabım 3 Prestige'e ulaşdı. Çox qəşəng. İndi buradakı bu mega görevlərdən gələn kutuları açıram. Bax, Supercell. Mənə buradan bir dənə ən azı 4'lü ultra verməlisən. 4'lü ultra verməlisən, çünki dünyadakı ən çətin şeylərdən birini başardım. Sən başın çatır Supercell. Supercell, bax. Nə olar, mənə burada Supercell. Tam nəsə nə deyim də yəni. Nə deyim? Deməyə söz tapamıram. Və 729 kupa. Gördüğünüz kimi.
Allah'ım inşallah deyirəm. Bir dənə də bu Star Nova'ya bir dənə də gümüş kostüm alırıq. Star Nova'ya gümüş kostüm. Star Nova'nı mən bugünlərim gümüş kostümünü almadan dayanmayacağım. Bunu aldıq 9000. Ay zibil. Baxım görüm elmasımız çatacaq. Star Nova'nın ayda Star Nova gümüş kostümü yok imiş. Ay dedem vay, ay dedem vay. Çok pis xəyal qırıqlığına uğradım. Amma hələ də 10.000 altınımız var. Yəni bunu gələn videolarda nəyəsə xərcləyə bilərəm. 11.000 altın hətta. Neysə dostlar, bu günlərimdə gördüyünüz kimi ancaq tekrar oyuna eləyərək birinci prestij Star Nova aldıq və 23.000. Bir dəqiqə. Buradan Mecha Edgar var. Mecha Colt. Mecha Colt ala bilərəm. Əgər bu videoya 15 like gəlsə, buradakı Mecha Colt'u alacağım. 15 yox, 10 like gəlsə alacağım. Allah haqqı deyirəm alacağım. 15 like 10 like gəlsin, buradakı tuhaf şeyler dükkandakı bunu alacağım. Bu efsanevi teklifi. Neyse dostlar, bir videonun daha sonuna geldik. Eğer belə 1000 kupaya kasma serilerinin daha çok gelmesini istəyirsinizsə, bu videoya dediğim kimi 10.000 like atasınız. Eğer 10.000 like gəlsə, hem Mecha Colt kostümünü alacağım, hem Colt'u Prestige 1 eləyəcəm, hem de bu bu serinin devamını gətirəcəm. Oldu dostlar. Sağ olun, salamat qalın. Mən bu videoyu çəkirkən çox əyləndim və çox yoruldum. Salamat qalın, sağ olun.